Deməli, baxıram 32-ci tip suala. Bu da 2022-ci ilin buraxılış sualıdır. Burada deməli birinci verilənləri qeyd edirik bu sualda. Bizdən A üstəgəl, B üstəgəl, C cəmini soruşur. Deməli, birinci funksiyanın tənliyi yazmalıyıq. Ondan sonra A plus B plus C cəmini tapırıq. Ən birinci verilənləri qeyd edək. Deməli, x1-imiz olacaq -3, x2-miz 1. Bu tip suallarda həmişə birinci verilənləri qeyd edirik. Və bizə verib -3 nöqtəsi. Bu -3 nöqtəsi x-i 0, y-i -3 olan nöqtədir. Və deməli, əlimizdə var 0, -3 nöqtəsi. Deməli, qrafik nə ilə verilib? Köklərlə. Köklərlə veriləndə qrafikin düsturu var idi. Fx funksiyası əgər köklərlə verilirsə, a vurulsun x çıx x1, x minus x2. Düsturumuz bu şəkildədir. Və burada da verilənlərin hamısını yerinə yazırıq. Bu x-dir, bu y-dir. Gətirib y-in yerinə -3, yəni fx-in yerinə y də yaza bilərik. -3, a vurulsun, x çıxılsın x1-imiz, -3, vurulsun, x çıxılsın x2-imiz, 1. Və x-in yerinə də 0 yazıq. -3 bərabərdə a vurulsun, 0 plus 3, 0 çıx 1. Buradan da -3 bərabərdə a vurulsun, 3 vur -1 olur -3. Burada da -3'lər gedir, a qalır 1. Deməli, a-nı tapdıq. A-nı tapandan sonra gətirib funksiyanın düsturunu bərpa edirəm. Fx bərabərdir. 1 vurulsun. X çıx x1-imiz -3. X minus x2-miz 1. Bunu tam şəkildə yazanda olur x plus 3 vurulsun x minus 1. Deməli, bizə verilən şəkildə yazaq. Bunu da vurub açanda olur x-in kvadratı. Üstəgəl 3x çıx x olur plus 2x minus 3. Deməli, funksiyanın düsturu bizdən istənilən formada yazdıq. Ondan sonra, deməli, x kvadratın əmsalı a-dır. A-mız 1-dir. Deməli, b olur 2. C də olur -3. Düzdür, əvvəlcədən a-nı da tapdıq. C-ni də bilirdik -3 olduğunu. Amma b-ni tapmaq üçün yəni bu şəkildə yazmalıyıq. A, B, C. Cəmi də yəni 1 üstəgəl 2 çıx 3. Bu deyir 0.